Salam, hər vaxtınız xeyir olsun. Bugün göbələkli, rəngli biberlə çox ləzzətli salat resepti bölüşürəm. Salat üçün təmiz yuyub suyunu quruladığım göbələyi doğrayıram. İki ədəd böyük yer kökünü də nazik dilimlərə ayırıb nazik şəkildə uzun sov doğrayıram. Renkli biberi də 4 yerə kəsib doğrayıram. Göbələyi bitki yağında qızardıram. Göbələk qızardıqdan sonra yağdan çıxardıram. Biberi də 6-7 dəqiqə biraz yumşalana qədər qızardıram. Çox qızartmıram. Biberi də bu cür biraz yumşalana qədər qızartdıqdan sonra tavadan çıxardıram. Yer kökünü də bitki yağında yumşalana qədər qızardıram. Yer kökü də hazır olduqdan sonra tavadan çıxardıram. 2 ədəd təzə xiyarı da nazildib doğrayıram. Toyuğun sinə ətini də didirəm. Bütün ərzaqları geniş bir qaba əlavə edib göyərti doğrayıram. Biraz keşniş, biraz da şüyüt doğrayıram salat üçün. Göyərtini də digər ərzaqların üzərinə əlavə edirəm. Üzərinə göbələyi, biberi, qovrulmuş yer kökünü, bir banka qarğıdalı, zövqə görə duz, istiot, mayonez əlavə edib qarışdırıram. Bir saat gözlətdikdən sonra salat artıq hazırdır. Bugüne qədər yediyiniz göbələkli salatların ən ləzzətlisi bu olacaq. Çox ləzzətli bir salatdır. Bəyəndinizsə siz də hazırlayın. Videonu izləyib rəy yazan hər kəsə çox təşəkkür edirəm. Yeni videolarda görüşənədək sağ olun.